Denemeden gördünüz ki gözünüz aydın olsun mu deyim, olmasın mı deyim. Təyyarə qəzasına görə də Rusiya araşdırmanı dayandırdı. Resmi şəkildə göstərəcəm. Vızgırt komandası verdi. Aliyevlərə vızgırt komandası verdi. Hani be, yadınızdadır da heç bir neçə ay keçməyib Putin güya üzr istəyəcəkdi. Güya Putin cəzalandıracaqdı təyyarə qəzasında günahkarları. Güya Putin təzminat ödəyəcəkdi. Üstəlik orada da bir dənə abidə qoyublar, o Çeçenistanda. Bir abidə qoyublar. Abidənin açılışına Ramzan Kadyrov gəlməyib, qoz qoymayıb. Leyla ilə bir yerdə nələr eləyəndə Ramzan Kadyrov itmirdi. Leyla ilə çox yaxın idi də, şəkil məkil birisi də. Nə qədər kino, bar, diskoteka. Amma hələ biz bəzi adamlar o şəkilləri qınıyırdı ki, belə niyə yaxın, din, iman, nə bilim, nə. Amma gördünüz ki, deməli, gördünüz ki, abidənin açılışına Ramzan Kadyrov gəlmədi. Deməli, eləmətən çox mövzular var, çox işlər var. Üstəlik bir şeydən də danışaq, Elə birinci elə, yüngül söhbətlərdən başlayaq, dalı ağıra doğru geçsin. Mən Elman bəyin dilini tapmışam da. Elman bəy elə öz başına qoyanda, ucundan tutduğu uculuya gedir 3 saat danışır. Amma elə eləməyəcəm bu dəfə. Daha efirimiz maraqlı olsun deyə hər sualın üstündə 5-10 dəqiqə duracaq. İstər Elman bəy cavab verəcək, istər o suala mən cavab verəcəm. Ağır 5-10, uzaq 15 dəqiqə. Birinci nədən başlayaq? Və bir dənə də məxfi şey deyirəm, amma bunu burada açıqlamaq olmaz. Mən hər zaman Elman bəy sınaqlardan keçirəndə, mən bir düzə əyri adamam, biləsiniz, Bir dənə də Elman bəy bir sınaqdan keçirdik bu yaxın vaxtlarda, vallahi də, billahi də düz çıxdı. Vallahi də, billahi də həqiqətən düz çıxdı. İndi sözümüz ondan getmir. Elman bəy, neçə gündür o Nadim deyilən birisi var, bilməm Qüsardandır, Qubadandır, Nadim Əlxanovdur, Əlmixanovdur, hər nəysə biri, orada bir cadügar deyilən birisi var. Neçə vaxtdır hay vurub ki, bəs bir Afrikalı cadügar, peyğəmbər, özünü peyğəmbər elan eləyən, taxtadan gəmilər düzəldir. Baxın, ay millət, neçə vaxtdır Nadim deyir, mən bu barədə bir şey demirəm, amma reklam edir. Afrikalı bir peyğəmbər, indi mən ola bilər söhbət əsasında göstərə bilərəm o videonu. Bir peyğəmbər dünya suyun altında qalacaq ayın 25-də və 4-7 də cəmaatın pulunu yığıb. Nə qədər pul yığıb, ay kişi, cəmaatın hamısının pulunu yığıb ki, bəs 7 dənə Nuhun gəmisi kimi taxtadan gəmi düzəldirəm, həqiqətən də düzəldir gəmiləri və hamınıza dolduracam suyun içinə, gəminin içinə. Su gəmiləri qaldıranda siz gəminin içində olacaqsınız, batmayacaqsınız. Cəmaat da bu gicdallağa inanır. Mən peyğəmbərəm, nə bilim, nəyəm, ay ki, hamının pulunu yığıb ki, ayın 25-də dünya suyun altında qalacaq. Estağfurullah. Pulu olan indi ölkədən qaçıb çıxıb gedib, suyun altından qalmayan tərəflərə gedib. Allah bilir, Alp dağlarının zadın gəlib Şveysariyada başına çıxıbdır. Hər neysə, indi bugün nə desə yaxşıdır, gicdallaq oğlu gicdallaq. Nə desə yaxşıdır. Bəs mən çox dualar elədim. İndi yağış yağmayıb, su zad yoxdur, heç nə yoxdur orada. Mən çox dualar elədim. Allah mənim sözümü eşitdi, bizim dualarımızı eşitdi. Bəs bu sel su məsələsini ertələdi. Yəni, biraz təxirə saldı. Və adam gedib özünə bir dənə Braniboynu maşın alıb, bir neçə 100.000 milyonluq maşın alıb, özünün Amerikada evi, yaxtası zadı, kayf, bülbül, gül, Evrika, vəssalam, tapdı bu uğraş həyatın dəmini.
İndi buradakılar gülür eləmi? Aya boy Afrikada ne kadar koyunlar var imiş. Me. Ha, öz koyunlarınızdan niye danışmıyorsunuz? Aya özümüzün gözümüzde tiri görmeyip başkalarının gözünde niye kıl aktarıyorduk aya? Aya cennetten ne kadar yer sattılar. O biri dünyadan cennetten ne kadar milyonlar yığan adamlar olup milyonlar. Öyle değil mi be İlman Bey? Azerbaycan'da. Azərbaycanın limiti qutardı. İndi ölənlər cənnətə düşə bilməyəcək. Olan limiti satdılar. Ya İlman Bey, elə kısaca bundan danışaq. Bu geri zekalılar tek Afrika'da mı yoksa buradadır mı? Yox. Nerede? Geri zekalı deyəndə bilirsən, insanların inancın oynadırlar. İnsanlar da inanırdı. Valla mən çıxıram efirdən danışıram. O keçən səfər bizim bir opşi tanışımız var. İngiltere'den. Dedi ki İmam Hüseyin demirdi. Hazret Hüseyin yuxuma girdi. Dedi biz 13-cü ildə mən sənə ruzu göndermiştim. Sen niye ziyaretime gelmedin? Cemaat ona pul gönder ha. Azerbaycan bank kartına, Kapital Kanta, Unibank'a, Rusiyanın TV bankına. Ki biz mənim ziyaretimə niye gelmedin? Deyir, mən bir kasıb adama el tuttum. O pulu verdim ona, ziyaretimə gələ bilmədim, üzü qara oldum. Deyir, biz 14'də mən sənə ruzu gönderdim, sen niye gelmedin? O kimi 15, 16, 17. İmam Hüseyin o dünyada işi gücü yoktu, ancaq bu kanala baxırmış. Və axırda deyir ki, sən mənim bəndələrimə deyinən ki, mənim ziyaretimə gəlməkdənsə o pulu sənin kanalıma keçirsinlər. Sən xalqa yardım edirsən, sən gəlmişkən varsan. İndi mən bunların adamlarıyla danışıram. Deyirlər, Hacı onun adını çəkmədə efirlər. Biz günah deyə İmam Hüseyin yuxusuna girib. Deyirəm, birincisi o deməyib imam. Videonu qoşun, Həzrət. Cinlər padişahı var, Həzrət Qeys. İmam deyir, yox. Yəni, Həzrət ayrıdır, Alə Həzrət var. Həzrət imam arxasıyla getdiyindir. Bu adam imamın arxasıyla getseydi, deyərdi mənim imamım. Demir onu. Bir gündə 30 bin adam 3 dollardan gönderdi, 90 bin dollar pul getirdi. O sənin dediyin o Afrikalı kimi. Yəni, loxdular göndərirlər. Bunlar 3 dollar ne diye? 3 dollar demək kasıb olacaq. Deyirəm, yox. 30 bin adamla 3 dolları yığılanda bir güne 90 bin dedi. Niye bu Azerbaycan kartına yığırlar? Fransa kartına 50 manat giren kimi vergilər səni çağıracaq. Hardan, niye, ne məqsədlə? Hardan, niye, ne məqsədlə? Elman Bey, o vaxtı mən çox yəni elə aparmaq istəyirəm ki, yarısı dinə tərəf geçsə də bu, yəni din adı altında bizi alladanlara böyük bir hissəsi efirin siyasətə ancaq din altında alladırlar. Günahdır. O Vəhabi çıx deyə biriyə deyir ki, hakim sinifin üzünə qayıtmaq Allahın üzünə qayıtmaqdır. Deyirəm, Allah əhdi töksün. Onda Musa Peyğəmbər Fironun üzünə qayıtmalı döyürdü. Məhəmməd Peyğəmbər müharibə eləməli döyürdü. İmam Hüseyin Kərbəlada üsyan eləməli döyürdü. Bu nə danışıqdır? Din insanı sakit eləmək için yaradılıb. Bu Lenin ölüb indi adı da qalıb da. Dedi, religiya opium для народа. Din xalqın narkotikidir. Onu ilə adam günah da eləmə. Haqqı qorumursansa, ölürsənsə cəhənnəmə düşəcəksən. Haqqıya görə savaşmırsansa, olsa yerin cəhənnəmdir. Ya bu dünyada pis gündə yaşıyorsun, ya o dünyada. Ölmək dünyasını dəyişmək deməkdir. Ölmək itmiş adama deyirlər. İnsan dünyasını dəyişir. Bu dünyadan haq dünyasına keçir. Nə üzlə? Mənə söydülər, mən dözdüm ki, tutarlar məni. Haqqımı yedilər, pulumu yedilər, incitdilər, vurdular. Və yaxud gördüm necə yazığı döyürlər. Gördüm və qarışmadım. O Ruscada da olar şeylər. Yəni Allahın bir adı haqdır. Haqq, biz deyirik haqq Allah. Yəni Allahın bir adı haqdır. Biz haqsızlığı görüb susuruqsa, şeytanla bizim heç bir fərqimiz yoxdur.
O Hüseyin aşıqları var, deyir, şeyi gözləyirik, İmam Zaman ağanı. Deyirəm, ala düyün gəlməsin. Valla gəlsə birincisi başımızı vuracaq. Billa birincisi başımızı. Şəhid anası döyülür, yanından zonla keçirsiniz. Şəhid bacısı döyülür, zonla keçir. Şəhid anasına təklif olunur ki, cavan gəlin sən ərə gedginə. İcra başçısı ya naçalnik milisiya tərəfindən susursuz. Ne din? Azərbaycanda qabil 99% qalmayıb. Yəni biri bunu əksini demək istəyirsə, haqqını qoruyan adam varsa, bəli, haqqın qoruyub, əziyyətə düçar olub, tutulub, sındırılıb, döydürülüb, işgəncə altında olub. Haqlı olaraq, bəli, onların yeri cənnətdir. Onlar bu dünyada əzab çəkiblər. Niyə? Haqqın yolunda. Elə belə əzab çəkməyib. Haqqın yolunda. Siz haqqınızı qorumursunuzsa, haqqınızı tələb eləmirsinizsə, o dünyada da sizin yeriniz bu dünyada. Necə ki, indi Azərbaycanda cəhənnəmi yaşayırsınız, o dünyada da elə olacaq. Mən demirəm ki, artıq söz demirəm ki, açın Quranı oxuyun da, olan tərcüməsini, əlimizdə olan tərcüməsini, əlimizdə olanı. Hamı Rus dilini hamı bilir. Rus dilində neçə də tərcümə olunmuş Quran var. Azərbaycan dilində neçə də dəyişikliyi var. Amma ana xətt dəyişməyib. Haqqı qorumaq üçün üsyan eləməlisən. Haqqı qorumalısan. Nəyin bahasına olursa olsun. Ölüm Allaha yaxınlaşmaq üçün bir mərtəbədir. İnsan özünü öldürə bilməz. Haqqın yolunda şəhid olarsansa, cənnətə düşərsən. Yox, elə belə öldün, getdin, düşdün o dünya, sənə sosialləsən. O gördün, şəhid anası döyülür deyə. O haqlı idi. Allah onun yanındaydı. Sən onun yanından niyə qaçdın? Sən Allahın yanından qaçdın onda. Şəhid bacısı zorlanırdı. Sən niyə qaçdın oradan? Orada Allah var idi. Sən Allahın yanından qaçdın. İndi gəlmişsən, ay Allah, mənim günahım bağışla. Xeyr olar. Ben belə lori yolu ilə başa sağlam, qurban sənə. Kim deyir ki, dözmək lazımdır? Yox, qardaşım, imansızdır. Dözmək lazım olsaydı İmam Hüseyin dözərdi, Əbülfəzl Abbas dözərdi, Kərbəla şəhidləri dözərdi, İmam Əli dözərdi, Peyğəmbər Resulullah dözərdi, ondan qabaqki İsa Peyğəmbər dözərdi, ondan qabaqki Musa Peyğəmbər dözərdi. Niyə üsyan elədilər? Çünki haqq tapdanırdı. İndi haqqınızı qorumursunuz, mənə zəng vururlar. İnanırsan nə qədər zəng olur. Telefon jet dağılır orada. Ha, buna cadı elə, icra başçısına cadı elə, polis rəisinə cadı elə. O bizə deyirəm, qardaş, cadı eləyəndə şəxsən mənə pisliyi keçməli. Sənə pisliyi keçibsə, haqqını qorumursansa, qardaş, sən haqsız adamsan. Mən sənə dəstək durmaqla haqsız adama dəstək durmam. Vallahi deyiləsi deyil, mən 50'sini deyirəm, bu şeyin 20.000 kişiyə söz verib pul Qabilə deyirəm, Elşada mənə tapdığına görə. İndi deyim buna cadı elə mənim pulumu versin, deyirəm bəli. Mənim də adımı çəkib ona görə onu eləyə bilirəm. Amma hər adama görə, konkret adama yox, sistemə, qardaş bu sistemi kimi qoysun rüşvətxor olacaq. İndi başlanıb da bu şey klanlar arası dava yığışdırmaq. Yavaş-yavaş elə ona gəlmək istəyirdim. Elə yaxşı gəldiniz. Bəylə Əyyubov ətrafı, İlhamın sonu, nə bilim. Bu da kəllələr gedəcək ki, burada balaca kəllələrdir, görsədirəm. Yəni hələ çox kəllələr gedəcək. Bu mən burada şey eləyirəm. Kimisə işdən çıxarmaq lazım olanda, ona cadı eləyəndə bu spesial arabadır. Oy. Bu araba hələ çox başlar aparacaq. O bayaq biz danışanda görsətdim. Bu balaca başlardı. Amma hələ. O qabil. Hələ yekə başlar var. Yekə boyuzlar gedəcək. Bunlar üçün yekə araba var mı? O təşkil eləyərik də. Bunlar qəfildən gedəcək ha qabil. Bir də görəcəksən ki, səhər yoxdur. Bax indi deyirlər, beylər yoxdur. Bax dünən var idi, bir gün yoxdur, necə oldu? Bax mən deyəndə ki, bir günə yox olacaq ya.
Bir anda işiniz yoxdur. Biraz da yatın, qurban sıra. Biri gördünüz ki Azərbaycan yoxdur. Prosta adın dəyişiblər. Efirdə baxmısınız, Qız Qalasını görsədilər YouTube'da partlayır. Qız Qalası Bakının rəmzidir. O oyunlarda, idman oyunlarında 15-ci ildə mən orada Əliyevlərin bir dənə fikri, zikri Qız Qalasını sökməkdir. Qız Qalası söküldü. Daha mən efirdən demək istəmirəm. Qız Qalasını sökməsən də Bakını sökmək olar. Amma Qız Qalasını sökməyi videoda düzəldiblər. Bilirsən necədir abi? Mən bir dəfə deyəndə ki, bir səhər danışdım da anekdotu. Rusca bir dənə anekdot var. Bir qadın zəncidən hamilə olur. Bilmir ərinə necə düşsün. Bu 9 aydan sonra görsənəcək də. Gündə kişini durğuzur gecə saat 2-də yuxudan. Deyir, ay kişi, bəs yuxuda görmüşəm ki, zənci doğmuşam. Deyir, ay arvad, başım xərabdır. Kişi də yatmır, səhərə hecan lonka olur. Bu şimdi bir ay belə deyir, kişi axırı da durğuzur, kişi deyir, əşi, nə iş durğuzursan? Bəli, yuxuda görmüsən, doğmusan, uşaq zəncidir, başa düşdü, yat kəllə, yatım da, mən səhər işə gedirəm. Bir ay mını deyir, bir ay durğusu deyir, yox, bu səfər zənci 2 başlı idi. Uşağın 2 dənə başı var idi. Bir ayda mı deyir, kişi ücəyi bezidir, ayar var, bilirəm də 2 başlı zənci, uşaq doğmusan, əl çək məndən ya. Sonra bir ayda deyir ki, 3 başlıdır. Bu şimdi uşaq doğulur, kişi gedir balnitsaya, görür hamısı da indi gül alır, şokolad alır. Hamının qabağına həkimlər qaçırlar, bunun qabağına heç kim qaçmır. Kişi qorxur, birdən arvadın yuxusu yadına düşür ki, 3 başlı zənci. Görür ki, qlavuraç yaxınlaşır, hamına medsestralar yaxınlaşır, qlavuraç yaxınlaşır. Bilmirəm sizə necə deyim, bəs özünüzü toplayın, sizə bir söz deyəcəyəm, bilmirəm necə deyim amma. Deyir, Allah, diginən nə olub? Deyir, bəs arvad ölüb, deyir, yox. Uşaq ölüb, deyir, yox. Arvad da sağdır, uşaq da doğulub. Və nə baş verir? Deyir, bilirsiniz, sizin uşağınız olub, amma zəncidir. Kişi belə elə, 3 başlıdır, deyir, yox. Normal bir baş yox. Deyir, şükür Allaha, şükür Allaha. Yəni, uşağın zənci olduğu getdiyə bir qırağa. Uşağın o neçə başda olduğunu söhbəti gedir. Azərbaycanda da indi belədir. Asta-asta YouTube'a baxırsınız da, Azərbaycan Türkiyə ilə birləşir, bir devlət olur. Bir pulu olacaq, bir vadi olacaq, belə-belə bu videolar paylaşılır. Abi, hamısı nağıldı olar. Cəmaatı aldatmaq üçün. Yox, başqa şeydən gedir söhbət. Başqa şeydən gedir söhbət. Qız Qalası dağılır. İndiyə kimi Turan qururdular, nə oldu? Turan quranların qulağın kesildi, görmədi. Turan quran, birinci Turanın böyüyü kim idi? Qoyurdular. Nursultan Nazarbayev. Sonra Özbəkistan idi, o da getdi. İkisi getdi sırası. Ruslar orada privarot elədi. Sekund Ruslar orada privarot elədi, dəyişdilər, öz adamı qoydular. Yəni biri Özbəkistan idi, xod gedirdi, onu yığışdırdılar. Türkmenistan ki, onu da yığışdırdılar, indi oğlu Səravno. Əsas iqroklar çıxdı. Onların yerinə evlatlarını getirirlər ki, evlatları daha zəifdir. Və o zəif adamı idarə eləmək rahatdır. Zəif adamları idarə eləmək rahatdır. Bir gün görəcəksin ki, sözümün canını bir sənəyə getirdim, Qabil. İnsanların beyni öyrəşir. Qız Qalasını sırtlar, yalan idi. Asta-asta gündə baxırlar, öyrəşirlər ona. Sonra deyəndə deyəcək, Qız Qalasını uçurtdular. Partlatdılar, deyir, yox. Şükür Allah'a partlatmadılar. Belə ev eşiği dağlar. Bilirsən, uçması Qız Qalasının heç kimi maraqlandırmayacaq. Bu qədər Azərbaycanda, bu Bakının icra başçısı, Azərbaycanda müqəddəs bir yer var Qız Qalasının yanında. Bütün dünyanın turistlərini getirmiyorlar. Var Filameyn qəbri var. İsa Məsihinin bir əsabəsi Azərbaycanda Qız Qalasının böyründədir. Qız Qalası torpağın altında olub. İçəri şəhər torpağın altında olub. İçəri şəhərin altında şəhər var Qabil. Bax, indi gördüyün İçəri şəhərin altında bir şəhər var. Mən ora özüm düşmüşəm, orada bir davam var idi. Biz orada hələ 90'larda təmir işləri görürdük.
Həyətdə qazdıq 2 metr, gördük bir dənə belə uclu bir şey var. Akasiya günbəzdir. Günbəzdən deşik idi, oranı təmizlədik, gördük işıq saldıq aşağı, bir 15 metr dərinliyində polza, mina belə günbəzli məscid kimi bir şeydi, daha bilmədim nədir. Karvansaray idi, məscid. Yerin altında bir 15 metr dərinliyində. O Qız Qalasını yığışdırandan sonra içəri şəhərdə bir dənə əmma qoyacaqlar ki, UNESCO-nun tarixi, UNESCO-nun köməyi ilə tarixi şəhərdir. Biz üstü olan yeni içəri şəhəri sökürük, cəmaatı götürdücəklər. Sökürük, köhnə içəri şəhəri qaldıraq. Bildim, Daha çok, qədimi bir şəhər. sizin beyniniz o kadar geniş şaxəlidir ki, bir şeyin üstündə sutkalarla danışa bilərsiniz. Amma kısaca deyin, keçək başqa mövzuya. Sən Sadəcə, sualları ver, mən İndi dinləmə biz yazım. bildik, Qız Qalası dəniz çəkilir, aydın məsələdir. Bunların Sibrizi, Zadov, gözəl obyektlər, villalar hamısı quruda qaldı, hamısı batdı, qiyməti öldü. 30 milyonluq şey içində 3 milyona da poxa da getməz. Dənizə görə olurdu, qiymətlər bahaydı. İndi yaş Qız Qalası sökülür, biz düşünürük ki, İlham Əliyev Şamiyanın, coruna pox olan Şamiyanın nəvəsidir. Amma və lakin bu hansı qəhbənin doğduğu bu Türkiyə ilə Azərbaycan birləşir, belə bir necə deyərlər, belə bir şeylər ortaya atırlar, cəmaatın başını qatırlar. Bəs döyüsünüz, mən qəhbə balaları. İndiyə kimi Erdoğan Bişdoğan 23 ildir. Turan quracaq, vahid pul quracaq, nə bilim, nə quracaq, nə. İndi Turan osturdu deyə, nəsə bir şey olmalı dağı, Özbək, Türkmen, Qırğız, Kazaq, bunlar normal yaşayır bizə baxanda. Onlardan bir dənə qaçqın yoxdur. Onlardan acından ölən, küçədə yatan, ağzını it yalayan, evini başına uçuran yoxdur. Onlar yaxşı yaşayırlar. Yeganə 2 dənə ölkə var, göt günündədir. Acından ölür millətin 80-90%. O müharibə eləyən Rusiya deyil, o Ukrayna deyil, o Türkiyə və Azərbaycan. Hətta heç bir sərvəti olmayan bir dənə çayı var, onu butulkaya doldurub suyunu satır Əfqanistan, Azada, Tacikistan. Tacikistan heç bir sərvəti yoxdur, amma bizdən yaxşı yaşayırlar. Çünki qanun var, qayda var. Və hansı bağışçı qəhbələrdir, hansı anası ağzından hamilə qalanlardır ki, Türkiyə ilə Azərbaycan birləşəcək, vahid pul olacaq, köpək oğlu, itdən əmələ gələn. Erdoğan üzrə Türkiyəni parçalayır, vot-votdur. Ya iç savaş olacaq, parçalayacaq, vot-votdur. Yəni, Erdoğan ya Kırımla harasa girməlidir, xarici savaş. Yoxsa Erdoğan ölkəni parçalayacaq. Mən sizə demişəm, Putin gəlib Rusiyanı parçalamaq üçün. Bəşər Əsəd gəlmişdir Suriyanı parçalamaq üçün. Erdoğan gəlib Türkiyəni parçalamaq üçün. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, belə şeylərə inanmayın. İndi də bu Turan söhbəti öldü axı. Turan söhbəti öldü axı. İndi bunu neynənsə əvəz eləmək lazımdır axı. Neynənsə əvəz eləmək lazımdır. İndi nə ilə Türkiyə, Azərbaycan birləşir, vahid pulu olacaq, birləşir. Kişdillaqsınız siz. Bu dünyanı kim idarə eləyir? Dünyanın böyük ailələri, əsasən İngilislər. İndiyə kimi Berlin divarı yıxılandan sonra, bir dənə Berlin Almanları da bölmək olmaz, o haqsız idi. Berlin divarı yıxılıb Almanların birləşməyindən başqa mənə bir dənə birləşən nəsə bir şey göstərə bilərsinizmi? Ancaq parçalanıb, ancaq bölünübdür. Ancaq son əsrlərdə ancaq parçalanıb, ancaq bölünübdür. Son 100 illiyə baxın, 150 illiyə baxın. Dəyərli həmvətənlər, odur, bir dənə Rusiya birləşdi də, bölündü də. Hər neysə. İndi yəni belə şeyləri ortaya atmaqdan sadəcə ac millətin, yəni bax, kasıb nə fikirləşəcək? Ac insan. Nə? Oyda Türkiyə birləşəcək,
sərhəd açılacaq. Oyda. Heç olmasa o dilənməyə, göt verməyə yaxşı yer olacaq. Və yaxud güclü olacaq mı? Nə bilim nə olar? Hə, dəlisiniz siz. Sizin ən böyük düşməniniz Erdoğan. Sizin nə düşməniniz Ermənidir, nə Farsdır, sizin nə Rusdur. Sizin ən böyük düşməniniz birinci İlham Əliyevdir, ikinci Erdoğan. Bax, bu Azərbaycan xalqının ən böyük düşməni birinci İlham Əliyevdir, ikinci Erdoğan. Vəssalam. Bu öz yerində. Keçək indi başqa məsələlərə. Dəyərli İlham Əliyev bu saat quşu quşdan tuturlar. Diktatoru diktatordan tuturlar. Cəmi bir dənə Səddam Hüseyni gördünüz. O da oturun analiz eləyin. Səddamın korpusları, briqadaları, tank, artilleriya diviziyaları kim tərəfindən satın alındı? Qonşu ərəb ölkələri tərəfindən. Qonşu ərəb ölkələri tərəfindən. Hamısı girdilər briqada, batalyon komandavayalar bu pulu çəkir gedir. Amerikons da gələcək, nə eləyəcək. Komandirlərini satın aldılar çoxunu. Kimin? İraqda Səddam Hüseynin. Bir dənə Səddam Hüseyin söhbətində Amerika böyük səhvə, böyük bir səhvə məhkum oldu. O da niyə bilirsinizmi? Bush'un seksini çəkiblər, Trump kimi. Bush'un kasetini çəkiblər, ən böyük kasetləri Bush'a çəkiblər. Araz Ağalırov, Emin Ağalırov daşıyıbdan orada qəhbələrdən. Daşıyıb öz tay tuşlarını, bu cavan da olanda öz tay tuşlarını. Yəni, Səddam Hüseyin İsrail'e 2 dənə 3 dənə raket attı. İsrail dəyərini dirədi. Kaseti olan Bush İraqı vurmalıydı. Yalanla nüvə silahı da bəhanə elədilər. Və yenə də Amerika qalib gəldi, devirdi, neynədi. Amma Amerikanın bu ən böyük səhvi oldu. Heç vaxtı birbaşa Amerika, İngiltərə gəlib neynəmir, o qaldı, o xaçlı yürüşü zad o bir illərdə, əsrlərdə qaldı. İndi, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, sadəcə quşu quşun əlindən tuturlar. Sadəcə diktatoru diktatorun əlindən tuturlar. Baxın, enində sonunda görəcəksiniz ki, Türkiyə açıq qapı qoyub İlhama, qaçacaq ora. Rus-İran hansı birinci İlham Əliyev qayıracaq? Hansı birinci İlham Əliyev götünü dağıdacaq? Bax, məsələ budur. Hansı birinci buna nail olacaq? Məncə, Rus zəifləsə İran, İran, Rus hələ zəifləməyibsə Rus. Mən dünənləri ən böyük yerdən xəbər aldım ki, Putin dedi, boş, mənə belə dedilər, bax, Putin başını bıraxın dedi. Putin sabah İlham Əliyev öpüşə də bilər, görüşə də bilər. Başını bıraxın. Rusiya dərin devləti İlham Əliyevin yox olmasını kafasına qoydu. İlhamın bəxti gətirsin ki, Ukrayna müharibəsi dayanmasın. Dayansa birinci İlhamın beli qırılacaq. Yəni, bu, baxmayaraq ki, Rusiya köləlik elədi, sanksiyalardan çıxartdı. Onun dəxli yoxdur. Rusiyada dərin devlət var. Putin kimdir ki? Üzdə olan rəhbərdir, aktyordur. Yəni, dəyərli həmvətənlərim, dəyərli soydaşlar, məsələ orasındadır ki, diktatorları, bax bu saat, gəlin oturaq o biri diktatorlara baxaq. İstəyir Tunis olsun, istəyir Liviya olsun, Qəddafi, istəyir Misir olsun, Mübarək, istəyir Səddam olsun. Bunları devirəndə hamınız baxırdınız. Nə deyirdi Rusiya? Dalında mən durmuşam, kayif elə, kef elə. Sən Amerikaya heç nə eləyənməz. Bunları siz eşitmişsiniz və Amerika gəldi. Rusiya bütün diktatorları öz, necə deyərlər, forpostu olan ölkələri qurban verdi. İndi baxın, Venezuela'dan çəkir qüvvələri. Bütün diplomatlarını Venezuela'dan çıxardı. Niyə? Demək ki, orada rejim dəyişikliyi olacaq. Rejim dəyişikliyi olacaq. Bütün hallarda, dostlar, qardaşlar, diktatorların sonu çatıbdır. Amma və lakin, bax, Bəşər Əsəd nə oldu? Məhv oldu, hakimiyyəti qaçdı Putinin yanına. Və başqaları da qaçacaq, başqa zibillər də qaçacaq.
Onu bilirəm ki, bu poxu başımıza kim açıbdı? Bu diktatorlar var. Beyaz Əsədi öldürdülər, Bəşər Əsədi gətirdilər, ağıllı adam öldürdülər, kişi gətdilər. Ramzan Kadirovun atasını öldürdülər, özünü gətdilər yerinə. Heydəri öldürdülər, İlhamı gətirdilər. Devirdilər orada o hakimiyyəti Türkiyədə, aləmi vurdular bir-birinə, Bicdoğanı gətirdilər. Ay ki, bu 90-cı 89-dan Rusiya devləti Putinin əlində idi. Artıq Yeltsinin götünə belə barmaq eləyirdi. Gündə bir dənə içirdirdi, davay vızqırt, davay qəhbələrin mamışını yalamaqdan məşğul idi. Yeltsin adlı adam Rusiyanı idarə eləmirdi. Putin idi ortada 91, 92 xüsusilə. 93, o ərəfələrdə Yeltsin gələndən elə Putin gəldi, Putin barmağını qoydu, elə Putin gələr gəlməz bütün idarəçilik Putin əlində oldu. İndi sözüm indi ondan getmir deyiləm. Bax bu Putin haçan gəldi hakimiyyətə? Ümumiyyətcə Yeltsini devirib gəldi də ümumiyyətcə. Tamamilə gəldi. Yəni Qarbaçovdan sonra. Qarbaçovun da vaxtında bir balaca özünü düzəldən Putin, ola bilər mən illəri biraz geri dedim. Yeltsin gələn kimi Putin özünə yer elədi və Yeltsinin başını yedi. Yeltsinə də söz verdi ki, sənin bir dənə adamın cəzalanmayacaq, bir dənə qohumun cəzalanmayacaq. Və haqq üçünə də Putin dediyini eləyir.